Hamıya salam, yeni iliniz mübarək. İnşallah bu yeni ildə hamı üçün uğurlu, düşərli olar, hamı öz arzularına çatar, xoşbəxt olar, hamının ruzi bərəkəti bol olar. Gedirik soyuq əllər, isti ürəklərə, sizi də özümlə birgə götürürəm. Sizə xoş izləmələr. Getdik. Bu arada onu da bildirim ki, abunə olmağı unutmayın. İlk olaraq xırt-xırt kartoşka aldıq. Xoşum gəldi, bəyəndim, dadlı idi. Ortancıl oğluma biraz duzlu gəldi. Ola bilsin ona duzlu yeri düşüb, onu deyə bilmirəm, amma çox dadlı idi. Xoşum gəldi, bəyəndim. Qiyməti də 4 manat idi. İsti da. Qəşəngdir dadı. Dadı qəşəngdir. Belə bir maraqlı oyunlar da var idi, amma udan görmədim. Əjdaha nəfəsi uşaqlar istədi, onu aldıq, amma heç bəyənmədim. Yalandan blogerlər şişirdilmiş formada tərifləyirlər, heç bəyənmədim qətiyyən. Sanki elə bir adi kukuruzdur, hələ adi kukuruzların dadı qəşəng gəlir, bunun dadı heç qəşəng gəlmirdi, pis dadırdı. Yəni bəyənmədim, xoşum gəlmədi, uşaqlar da bəyənmədi. Belə heç birimiz bəyənmədik sözün düzü. Daha sonra moçikilər aldıq, bubblegum, bir də ki çiyələkli. Çox dadlı idi, çox bəyəndik. Bir dənəsi 3 manat idi, amma almağa dəyər, çox dadlı idi. Uşaqlar da bəyəndi, mən də bəyəndim. Hotdogun isə klassikləri 5 manat idi, pendirlisi 7 manat idi. Tunar pendirli götürdü, mənlə toğul klassik hotdog götürdü. Amma ki, mən bəyəndim, sasikası pis deyildi, amma belə lap ürəyimcə olmadı hotdog. Uşaqlar da yemədi, hotdogu bəyənmədilər. Korindok Toğrul istədi, aldım. Dadını bəyəndi. Toğrul ümumiyyətlə korindok sevir. Bunu da çox bəyəndi. İçində pendir və sosiska var idi. Səhv etmirəmsə qiyməti 5 manat idi. Elə yadımda qalıb. Səhv etmirəmsə ya. Ola bilər biraz baha olar. Onu deyə bilmərəm. Yadımda qalmayıb dəqiq. Amma dadını bəyəndi. Bu stenddən belmiyo aldıq. Dadı möhtəşəm idi. Qiyməti 9 manat. Həqiqətən də qiymətinə dəyər. Çox dadlı idi. Uşaqlar o qədər bəyənmədi sözün düzü. Bilmirəm, çox şirin gəldi onlara. Amma mən çox bəyəndim. Mənim ağız dadıma uyğun idi. Yəni yenə getsəm yenə onu alaram. Bir də Magnolia çiyələkli aldıq. Çay isə 1 manat idi. Gedirik pizza almağa. Pizza deməli sadəsi 5 manat idi. Hər hansısa bir ərzaq əlavə etdikcə 1 manat artırdı. Biz 2 ərzaq, yəni sosiska, bir də ki göbələk əlavə etdirdik. Oldu bizimki 7 manat. Amma möhtəşəm idi dadı, möhtəşəm. Puluna dəyər.
Həmişəki kimi balıq əkməkdə adam oçeret çox idi, böyük idi, amma gözlədik. Dadlı idi, mən bəyəndim, xoşum gəldi. Uşaqlar o qədər də sevmədilər, amma mən çox bəyəndim. Oğlum şaurma istədi, lakin ətlisi yox idi, təkcə toyuqla idi. Ona görə vaz keçdik, almadıq toyuqla. Kartof çubuqlarının növbəsində gözləyirik, görürsüz, adam çoxdur. Ümumiyyətlə, yarmarkada dəhşət adam çox idi. Qiyməti 4 manatdır. Uşaqlar çox bəyəndi. Mən o qədər bəyənmədim. Daha çox xırtlı kartoşkanı bəyəndim. Bunu o qədər bəyənmədim. Abunə olmağı unutmayın, like atmağı unutmayın. Sağ olun, sağlıqla qalın.